Salam dostlar. Bugün biz 9. sınıf üzrə yeni bir ümumi sınavın testlərini həll edəcəyik. İlk öncə listeningə qulaq asaq. Bilirsiniz ki, listening 1-ci və 4-cü sualları 1-dən 4-ə qədər sualları əhatə edir. Ona görə də ilk öncə diqqətli listeningi dinləyək. Listen and answer the question from 1 to 4. The Valley of Flowers National Park is a beautiful place in India. It is famous for its colorful flowers and beautiful scenery. The park is in the state of Uttarakhand in the northern part of India. It is part of the Himalayan mountains. The park covers an area of about 87.5 square kilometers. It is a high-altitude park, which means it is located high above sea level. The Valley of Flowers is open to visitors from June to October. During these months, the park is full of many different kinds of flowers. Some of these flowers are very rare. People visit the Valley of Flowers to see the beautiful plants and enjoy nature. They can also see some animals like deer and birds. The park is a peaceful place where you can walk and take pictures. It is a good place for families and anyone who likes flowers and nature. The Valley of Flowers National Park is also a UNESCO World Heritage Site. This means it is a special place that is protected because of its beauty and nature. Demək, ilk öncə listeningi dinlədikdən sonra birinci testə baxaq. The passage is mainly about, yəni burada listeningin nə haqqında olduğunu biz qeyd etməliyik. A variantında historical places of India, Hindistan tarixi yerləri haqqında burada danışılmırdı. Təbiət haqqında danışılırdı, bir park haqqında danışılırdı. B variantına baxaq. A park with beauty nature. Demək, cavabımız bu olacaq. Digər cavablara da göz gəzdirək. Himalayan Mountains, Himalay dağları haqqında danışılmırdı. Park haqqında danışırdı, yenə də qeyd edirəm. Different kinds of animals deyildi. A low altitude park, low deyildi, high altitude park idi. Ona görə də cavabımız olacaq B variantı. İkinci suala keçidirik. Complete the sentence according to the passage. Demək, cümləni biz tamamlamalıyıq. The Valley of Flowers hasn't any animals. Burada demək, birinci cavabda hasn't any animals. Orada ancaq has some animals deyə bilərik. Yəni, bu səhvdir. Has many different flowers. Müxtəlif sayda güllər var idi. Demək, ikinci düzdür. Is open from July to December. Orada ancaq from June to December idi. Yəni, iyundan dekabra qədər açıq idi. Ona görə də üçüncü cavabımız da səhvdir. Dördüncüdə isə is a high altitude park. Yəni, 4də düzdür, çünki yüksəklikdə yerləşən bir park idi. Ona görə də cavabımız olacaq C variantı. Üçüncü suala baxaq. Choose the correct answer to the question according to the passage. What can visitors see in this park? Turistlər bu parkda nə görə bilərdilər? A variantına baxaq. Colorful flowers and wildlife. Okay. Yəni, bu cavab düzdür. Çünki güllər və heyvanlar haqqında söhbət getdiyinə görə, yəni orada turistlər də heyvanları və gülləri görə bilərdilər. Ona görə də bu cavabımız düzdür. Digər cavablara baxaq. Dangerous insects. Təhlükəli həşəratlardan söhbət getmirdi. Noisy parrots. Parrots'ın heç adı çəkilmirdi. Wild animals. Few types of the flowers. Few bilirsiniz ki, yəni yox dərəcəsindədir, amma orada çoxlu sayda güllər var idi deyə. Ona görə cavabımız olacaq A variantı. Decide whether the statements are true or false. Dördüncü sualımızda qeyd olunur ki, deyilənlərdən hansı düzgün və yanlışdır. Biz orada qeyd etməliyik. Demək, birinci suala keçid edək. You can take pictures in the Valley of Flowers. Yəni, orada şəkil çəkə bilməzsən, amma şəkil çəkilə bilərdi. Yəni, ona görə də bu cavabımız olacaq false. İkincidə, the Valley of Flowers is always open for visitors. Okay, open for visitors. Yəni, turistlər üçün əlçatan idi, açıq idi hər zaman, ancaq always deyildi. Yalnız bir müddət var idi, o da iyundan
oktyabra qədər. Ona görə də bu cavabımız da olacaq false. Üçüncü, the park is a peaceful place. Bu düzdür, çünki çox bir sakit yer idi. Dördüncü də it is famous for its beautiful scenery. Gözəl bir mənzərəsinə görə məşhur idi. Bu da düzgün cavabdır. Listeningin suallarını həll etdikdən sonra keçirik 5-ci sual, readinglər. 5-ci sualda choose the correct variant. Burada bizə qısa bir reading verilir və ona uyğun doğru cavab tapmalıyıq. Lena and her classmates went to the park for a field trip. Lena və onun sinif yoldaşları məktəb gəzintisi üçün parka getdilər. They studied different plants and animals that live there. Orada olan bəzi heyvan və müxtəlif heyvan və bitkilər haqqında öyrəndilər. Lena liked the birds the most and took many pictures. Lena ən çox quşları xoşladı və onların şəkillərini çəkdi. After studying, they had lunch under the trees and then returned to school. Öyrəndikdən sonra, bilgi aldıqdan sonra onlar ağacların altında piknik etdilər və məktəbə geri döndülər. İndi variantlara göz gəzdirək. Lena didn't like birds. Demək burada səhvdir, çünki o quşları xoşladı. They didn't have lunch in the park. Ancaq onlar lunch etmədilər parkda, amma they had lunch under the trees. Yəni ağacların altında lunch etmişdilər. Lena took pictures of the birds. Şəkilləri çəkdilər. Cavabımız budur. Digərlərə baxaq. They went to the park for a meeting. Meetingə, görüşə, yəni hər hansısa bir görüş izlasa getməmişlər. Onlar for a field trip, məktəb gəzintisi üçün getmişdilər. Bu cavabımız da səhvdir. Lena didn't study anything. Yəni heç nə öyrənmədi, amma Lena studied different plants and animals. Yəni heyvanlar, bitkilər haqqında öyrənmişdi. 6-cı sual. Choose the correct statement according to the text. Düzgün cavab seçməliyik mətnə uyğun olaraq. İlk öncə mətni oxuyaq. Yenidən get 30% off on all electronic gadget this weekend. Bu həftə bütün elektronik əşyalara görə 30% indirim əldə et. Whether you are looking for a new phone, tablet or smartwatch, you can grab amazing deals. Əgər sən yeni telefon, planşet və yaxud da ağıllı saat üçün axtarırsansa, yəni bu fürsəti dərhal dəyərləndir. Hurry, the offer ends Sunday. Tələs, təklif bazar günü bitir. Suallara, variantlara baxaq. The discount is only valid for phones. Yəni for phones deyildi. Orada qeyd olunurdu tablet or smartwatch. Ona görə də A variantı səhvdir. The offer is available for all gadgets. For all gadgets. Burada da qeyd olunurdu all electronic gadgets. Ona görə də cavabımız B variantı olacaq. The sale, digər cavablar variantlara da baxaq. The sale ends on Monday. Monday deyildi, Sunday idi. The discount only applies to tablets. Bu cavab da səhvdir. You must buy 2 gadgets to get the offer. Yəni 2 gadget almaq, o da qeyd olunmamışdı burada. Yəni burada qeyd olunmuşdu all electronic gadgets. Ona görə də bu cavabımız da səhvdir. Cavabımız olacaq B variantı. 7-ci sual. Choose the correct statement according to the text. Jake and his family went hiking in the mountains. Jake və onun ailəsi dağda gəzintiyə getdilər. They packed snacks, water and a map. Onlar su, xəritə, yemək götürdülər. They enjoyed the beautiful view from the top of the mountain.
Onlar dağın zirvəsindən təbiətin gözəlliyini, gözəl bir mənzərədən zövq aldılar. They took a lot of pictures during the hike. Gəzinti zamanı onlar çoxlu şəkil çəkdilər. After reaching the top, zirvəyə çatdıqdan sonra they rested for a while and then went back down. Onlar bir müddət istirahət etdilər, sonra geri qayıtdılar. Variantlara göz gəzdirək. Jake didn't enjoy the view from the top. Didn't enjoy elə gördükdə, inkar formanı gördükdə bu səhvdir. Çünki o enjoy, yəni zövq aldı. Jake and his family didn't take any pictures. Yəni didn't take değildi. Took a lot of pictures. Yəni çox şəkil çəkdilər. Say that they went hiking in the mountains. Onlar dağda gəzintiyə getmişlər. Elə bu cavabımız doğrudur. Digər cavabda isə they didn't pack anything for the hike. Amma onlar su, yemək, xəritəni götürmüşlər. They didn't rest during the hike. Yəni gəzinti müddətində istirahət etmədilər, amma burada qeyd olunur ki, after reaching the top, they rested for a while. Yəni bir müddət istirahət etdilər. Demək, yeni bir reading var burada, hansı ki 8-ci sualdan 12-ci suala qədər bu readingin əhatəsindədir. Yəni ancaq bu readingə aid suallardır. İlk öncə readingi oxuyaq, tərcümə edək, sonra suallara keçid edəcəyik. The lifestyle of the Aboriginal people in Australia is very interesting. Aborigen insanlarının, Avstraliyada Aborigen insanların həyat tərzi çox maraqlıdır. Aboriginal people yəni yerli insanlar deməkdir. Aboriginal people are native people of Australia. Yəni Avstraliyanın yerli insanlarıdır. They lived close to nature and believed in their culture and spiritual ideas. Onlar təbiətə yaxın idilər və onların mədəniyyətinə, mənəvi fikirlərinə inanırdılar. In the past, Aboriginal communities found food by hunting animals, fishing and picking fruits and plants. Onlar ərzaqları, heyvanları ovlamaqla, balıq tutmaqla və yaxud da meyvə və bitkiləri yığmaqla, yəni ərzaq, yəni qidalanırdılar. They knew a lot about their environment and took care of it. Onlar yəni öz təbiətləri haqqında çox bilirdilər, yəni çox məlumatlı idilər və onları qoruyub saxlayırdılar. The families and communities were very important in Aboriginal culture. Yəni ailələr, insanlar Aboriginal, yəni Aborigen mədəniyyətində çox vacib idi. Çox mühüm idi. They followed rules based on family connections. Onlar yəni ailə bağlarına əsaslanan qaydaları riayət edirdilər. Younger ones respected older people and older ones shared stories with them. Yəni gənclər yaşlılara hörmət edirdi, yaşlı insanlar da onlara öz hekayələrini, öz belə deyək də başına gələnləri bölüşürdülər. Aboriginal art and stories were a big part of their lives. Demək, burada Aboriginal incəsənəti və hekayələri onların həyatlarının çox böyük bir hissəsi idi. They used painting to tell stories about their creation and history. Onların yaradılışlarını və tarixlərini demək üçün ancaq yəni həmin belə deyək də həyat tərzini demək üçün şəkillərdən istifadə edirdilər. Their beliefs were also important. Onların inanları da çox mühüm idi. They believed in the dream time, which explained how the world began and connected the spiritual and physical worlds. Onlar öz dreamlərinə, yəni arzularına, yuxularına inanırdılar ki, hansı ki bu da onların fiziki və mənəvi dünyalarını izah edirdi. Necə başladığını izah edirdi. When Europeans came, things changed for Aboriginal people. Avropalılar gəldikdən sonra onlar üçün hər bir şey, yəni Aborigen insanlar üçün hər şey dəyişdi.
However, many still keep their traditions and work to protect their culture for the future. Ancaq deyir, bəziləri, bir çoxu öz adət-ənənələrini saxlayaraq, onları gələcək nəsil üçün, gələcək üçün öz mədəniyyətlərini qorumaq üçün də çalışırdılar. Keçid edək 8-ci suala. What is the passage mainly about? Mətn nə haqqındaydı? Mətn variantlara baxaq. Modern life in Australia. Müasir həyat haqqındaydı. Yox, bu cavabımız səhvdir. Aboriginal people B variantında qeyd olunur ki, Aboriginal people and their culture, onların Aboriginal insanlar və onların mədəniyyəti haqqında danışırdı. Ona görə də B variantımız elə düzdür. Cities in Australia, şəhərlər haqqında qeyd olunmurdu. Australian wildlife, bu da səhvdir. Modern Aboriginal lifestyle, müasir həyat tərzinə söhbət getmirdi. Ona görə də cavabımız olacaq B variantı. 9-da, choose the correct answer to the question according to the passage. How did Aboriginal people find food in the past? Keçmişdə necə onlar ərzaq tapırdılar? Variantlara gəzdirək. They found food by hunting and fishing. Yəni orada da qeyd olunmuşdu ki, onlar yeməyi ovlayaraq, balıqçılıq, yəni balıq tutaraq, bitkilər toplayaraq qidalanırdılar, ərzaq tapırdılar. Ona görə də cavabımız olacaq A variantı. Digər variantlara baxaq. They brought the food from other countries. Digər ölkələrdən ərzaq gətirmirdilər. Yəni bu yanlış cavabdır. They looked for food in different shops. Onlar mağazalarda, shoplarda ərzaq axtarırdılar. Yəni bu da səhvdir. They ate only meat. Yəni meat deyildi. Yəni fishing də vardı, plants da vardı, animals da vardı. Ona görə də only sözünə görə yəni cavabımız səhvdir. They grew vegetables. Yəni tərəvəz yetişdirməkdən söhbət getmirdi. Ona görə də cavabımız olacaq A variantı. Choose the false statements according to the passage. Yanlış fikir hansıdır? Yanlış. Yəni ilk öncə qeyd edim ki, testdə bunlara diqqətlə qulaq asın. Çünki ən azından başlığı diqqətlə oxumasanız, burada səhv cavabı götürə bilərsiniz. Ona görə də biz burada false axtarmalıyıq, true yox. Demək, 10-da baxaq variantlara. They found food by hunting, fishing and picking plants. Bu düzgün cavabdır. Yəni mətndə qeyd olunmuşdur. Amma biz yenə də qeyd edirəm, false statement axtarmalıyıq. B variantında Aboriginal art was a big part of their lives. Demək, burada yəni incəsənət haqqında qeyd olunmuşdu ki, onların həyatlarının böyük bir parçası idi. Yəni bu da düzdür. Aboriginal people didn't respect each other. Yəni hörmət etmirdilər, amma orada qeyd olunurdu ki, hörmət edirdilər. Young people respected the old one. Ona görə də C variantımız yəni false statement'e görə düzdür. Aboriginal people are native people of Australia. Native people idilər, düzdür. Families were very important in Aboriginal culture. Yəni ailəyə çox önəm verirdilər. Ona görə də Y variantı da düzdür. Səhv olaraq C-ni götürəcəyik. 11-ci sual. Complete the sentence according to the passage. Aboriginal people. Demək, burada biz cümləni tamamlamalıyıq, mətnə uyğun olaraq. Baxaq variantlara. Eat only fruit and plants. Only sözü uyğun deyil. Çünki orada fishing də var idi, animals da var idi. Fruit plants da qeyd olunmuşdu, amma only'yə görə cavabımız səhvdir. B-yə baxaq. Work to protect their culture for the future. Yəni gələcək üçün onlar mədəniyyətlərini qorumağa çalışırdılar. Bu variant qeyd olunub. Burada da diqqətlə baxsanız, however, many still keep their traditions and work to protect their culture for the future. Ona görə də bizim cavabımız elə bu olacaq. C variantında didn't have interesting lifestyle. Yəni maraqlı həyat tərzi yox idi, amma maraqlı idi.
Sonra are native people of Europe değildi, Avustralya idi. Didn't have any traditional culture, yani didn't have, yani ancaq var idi. Yəni ənənəvi mədəniyyəti var idi. Ona görə də bu da səhvdir, cavabımız olacaq B variantı. 12-ci sualda qeyd olunub ki, which statements are true according to the passage? Hansı statementlər passage-ə görə düzgündür? Düzgünləri ancaq seçəcəyik. Birincidə, Aboriginal people used paintings to tell stories about their history. Düzdür, yəni onlar öz həyat tərzinə, tarixlərini yəni deməkdən ötürü şəkillərdən istifadə edirdilər. Ona görə də bu variantımız düzdür. Birinci düzdür. İkinci, Aboriginal people didn't know anything about their environment. Ancaq bilirdilər onların yəni təbiətləri haqqında, ətraf mühitləri haqqında yəni çox bilgiləri var idi. Ona görə də ikinci səhvdir. They didn't follow rules based on family connections. Yəni didn't deyildi, followed idi. Çünki ailə bağlarına əsaslanan qaydaları izləyirdilər. Dördüncü, when Europeans came, things changed for Aboriginal people. Avropalılar gələndə hər bir şey, yəni Aboriginal people haqqında, yəni Aboriginal yerli insanlara hər bir şey dəyişdi. Ona görə də burada baxaq cümləyə when Europeans came, things changed for Aboriginal people. Ona görə də bu cavabımız da düzdür. Demək, cavab olacaq 1 və 4. Demək, reading sualları yekunlaşdı. İndi keçirik qrammatikaya. 13-cü sualda choose the correct variant. The doctor advised his patient his diet. Okay, burada biz baxırıq ki, advice bu kompleks obyektə aiddir. Bilirsiniz ki, kompleks obyektdə 3 kateqoriyaya bölünürdü. Bu advice feili də 3-cü kateqoriyaya aid idi. 3-cü kateqoriyada da hansıdır ki, to ilə qəbul olunurdu. Yəni to'lu feillər. Ona görə də baxırıq biz D variantında to'lu feilimiz var. To change. 14-cü sual. Choose the correct variant. Kitchen windows clean at the weekend. Bu test agreementə aiddir. Demək, burada nəyə baxırıq biz? Bizim mübtədamıza. Mübtədamız nədir? Kitchen windows. Mətbəx pəncərələri. Yəni mətbəxin pəncərələri mənasında. Bizim sonuncu sözümüz də windowsdur. Windows da cəmdə olduğuna görə, plural formada olduğuna görə ona uyğun cavablar seçəcəyik. Demək, are olacaq. Has been bilirsiniz ki, tək mübtədalarda istifadə olunur. Were olacaq. Past simple'da. Was, yəni past simple'dan tək formada işlənir. 3-cü şəxsdə işlənir. Ona görə də səhvdir. Will be, future formda işlənir. Yəni bilirsiniz ki, will be cavab formada da işlənəcək. Ona görə də cavabımız olacaq 1, 3 və 5. A variantı. 15-ci sual. Choose the correct variant. Prepositionlara aiddir bu testimiz. Demək, biz burada hər iki cümləyə uyğun bir preposition seçəcəyik. My new shirt is quite different yours. Their village isn't far the river. Demək, burada baxırıq. Mənim yeni köynəyim səninkindən tamamilə fərqlidir. Olduqca fərqlidir. Səninkindən, dan-dən şəkilçisi uyğun gəlir. İkinci cümləyə də baxar. Their village is not far from the river. Onların kəndi çaydan uzaq deyil, çaydan. Dan-dən, burada da görürsünüz, dan şəkilçisini tələb edir. Burada da dan şəkilçisi hansıdır? Y variantı, from. 16-cı suala baxaq. Choose the correct form of the verb. Please concentrate on
the basic words in your book. Baxırıq burada bizə verilib boşluqda uyğun bir feili seçməliyik. Burada da baxırıq ki, concentrate on. Yəni prepositiondan sonra da gələn ing feillər götürməliyik ki, bu da gerunddur. Ing feillər cavabımız olacaq C variantı. Yəni bu gerunda aid olan bir testdir və gerunda da prepositionlardan sonra ing feillər istifadə olunurdu. 17-ci sual. Choose the correct variant. Their respected opinion about healthy food. Demək, bu pronouns'a aid testi. Their respected opinion. Opinion bir sizcə noundur və burada özündən sonra isim tələb edən aslı yiyəlik əvəzlikləri seçməliyik. Yəni bilirsiniz ki, yiyəlik əvəzlikləri müstəqil və aslı formada olur. Burada bizdən aslı olan yiyəlik əvəzlikləri seçməliyik. Demək, A variantında theirs müstəqil, hansı ki bunlardan sonra theirs, hers, mine, ours, hansı ki bunlardan sonra müstəqil işlənən yiyəlik əvəzlikləri olduğuna görə heç bir isim gəlməməlidir. Və aslı olan my, my'dan sonra isim gəlir, yəni tək işlənə bilmədiyinə görə burada da my opinion olacaq deyə Y variantı bizim doğru cavabımızdır. They respected my opinion about healthy food. Onlar yəni sağlam yemək tərzi haqqında, sağlam yemək haqqında mənim fikrimi bəyəndilər, hörmət etdilər. 18-ci sual. Choose the correct sentence in the passive voice. Passive voice, məchul növ haqqında cümlələri seçməliyik. A sense of humor is valued by the British. Yəni burada görürsünüz ki, to be feili və verbimiz işlənib ki, is valued. Valued burada past participle. To be feili plus past participle. Demək, bu bizim passive voice'umuzdur. Stress in our body is reduced. Is reduced. Yəni burada da görürsünüz ki, to be feili və past participle forması işlənib. Ona görə də bu da passive voice'dir. Üçüncü cümlədə are jewels made by hand expensive? Əgər cümlənin sonunda adjective istifadə olunarsa, o passive voice deyil. Sonra dördüncü cümləyə keçid eləyək. Hydrotherapy appeared 300 years ago. Yəni burada passive voice deyil, bu active voice'dir. Çünki passive voice'da yenə də qeyd edirəm ki, burada to be feil və plus past participle forması işlənməlidir. Ona görə də dördüncü də səhvdir. Cavab olacaq 1 və 2. Cavabımız olacaq C. 19-cu testdən demək, match the words to their definitions, sözlərin definitionlarını tapmalıyıq. Birinci sözümüz moist, ikinci fizzy, üçüncü isə irritable'dır. Moist nəmli, rütubətli mənasında gedir. Fizzy qazlı içkilərə deyilir. Irritable da incinə bilən mənasında işlənəcək. Demək, burada baxırıq definitionlara. Moist olacaq. Demək, moist olacaq. C. Slightly wet. Fizzy olacaq. Having bubbles of the gas. Irritable. Getting annoyed easily. Ona görə də cavabımız olacaq 1-də C, 2-də A və 3-də də B variantı. 20-ci sualımıza baxaq. Choose the line of the compound nouns. Mürəkkəb isimləri seçməliyik. Mürəkkəb sözlər bilirsiniz ki, iki sözün birləşməsindən yaranır.
Demək, baxaq variantlarımıza. Tabloid, government, magazine, burada heç bir compound nouns görmədik. Newsstand, broadsheet, headline. Newsstand, broadsheet, headline. Yəni görürsünüz, newsstand, broadsheet, headline. Yəni bunların hamısı elə compound nounnsdur. Digərlərə də baxaq. Information, elə buradan görürük ki, information, journal, transmission, information, transmission, journalist, bunlar derivative nounsdur. Station, professional, businessman, yəni ancaq burada businessman compound nounsdur. Advantage, opinion, television. Yəni burada da heç bir compound nouns yoxdur. Cavabımız olacaq B variantı. 21-ci testimizə keçid edək. Burada Eric has told a funny joke. Eric, yəni gülməli zarafatlar edib. Burada baxırıq ki, burada so nice ifadəsini işlətməliyik. İlk öncə baxırıq ki, cümləmiz təsdiqdədir və present perfectdədir. Ona görə demək, pozitiv olanda cümlədə, yəni təsdiq cümlə formasında olanda biz orada so-dan istifadə etməliyik və bir də təsdiq cümlələrin sonunda to istifadə etməliyik. Baxaq burada. A variantında. So hasn't Sarah. Yəni hasn't Sarah işlənməməlidir. Çünki təsdiqdədirsə biz təsdiq formasını işlətməliyik. Ona görə də A variantı səhvdir. So has Sarah. Yəni bu uyğun cavabdır. Digərlərə də baxaq. Sarah hasn't to. To ancaq təsdiq cümlələrin sonunda işlənir. Deydə Sarah also did. Yəni did burada biz has istifadə olunmalı. Çünki auxiliary verb olaraq diddən yox. Və y-də də eyni qaydada diddən istifadə olunub. Ona görə də cavabımız olacaq B variantı. Çünki bitmiş zamanda biz auxiliary verb olaraq has'dən istifadə edirik. 22-ci testimizə baxaq. Choose the correct tense form. Düzgün zaman formasını seçməliyik. I'm writing my report in an hour. Then we can go for a walk. Burada in an hour'a baxsaq, in an hour future formda işlənir. Gələcək zamanda işlənir. Ona görə də yəni biz gələcək zaman axtarmalıyıq variantlar içərisində. Cavabımız olacaq B variantı. Çünki I will finish writing my report in an hour. Yəni bir saatın içərisində, bir saatda mən məlumatı yazmağı yekunlaşdıracağam. Then we can go for a walk. Sonra biz gəzməyə gedə bilərik. Yəni in an hour yalnız future formda istifadə olunur. 23-cü sualımızda choose the correct variant. You always tell the truth. Demək, burada modal verblərə aiddir. Biz modal verblərin quruluşu ilə bağlı həm də burada məntiqə də baxmalıyıq. Cümlənin yəni düzgünlüyünə də baxmalıyıq. İlk öncə baxaq, məsələn, A variantında shouldn't. Yəni shouldn't düzdür, to-suz işlənir. Amma məntiq cəhətdən, cümlənin yəni mənası cəhətdən shouldn't uyğun gəlmir. Çünki əgər shouldn't-u qoysaq, you shouldn't always tell the truth. Sən gərək həqiqəti, yəni həmişə həqiqəti söyləməyəsən. Yəni burada məna cəhətdən uyğun gəlmir. Ona görə də səhvdir. B də needn't. Yəni needn't da yəni eyni, ehtiyac yoxdur. Yəni məna cəhətdən uyğun gəlmir. Say-də haven't to, have to modal feili öz-özünün inkarını düzəltmir. Onun inkarını düzəltmək üçün biz do, does-dan istifadə etməliyik. Ona görə də səhvdir. O da to-dan, yəni to-nun işləndiyinə görə ya cümlədə biz to görmürük, ya da ought-un yanında. Ona görə də bu da səhvdir. Cavabımız olacaq Y variantı. You should always say truth. Hər zaman həqiqəti deyək. Yəni deməlisən, deyəsən gərək. Bax, bu mənada. Həm modal verb forması cəhətdən, həm də cümlənin mənası cəhətdən düzgündür. 24-də
24-cü sualda demək bizdən nə istəyir? Choose the correct variant, düzgün variantı seçməliyik. It is important food in the fridge to keep it fresh. Təravətli, ərzağı təravətli saxlamaq üçün soyuducuda qorumaq vacibdir deyərik. Çünki burada it is important to qəbul etməlidir. To preserve food. To preserve food in the fridge. Yəni to'lu feil yerləşdirməliyik. 25-ci sual. Choose the correct pairs of the synonyms. Sinonim sözləri tapmalıyıq. İlk öncə baxaq birinciyə. Thief, burglar. İkisi də oğru mənasındadır. Demək, bunlar sinonim sözlərdir. İkinci, difference, similarity. Difference, müxtəliflik, similarity isə eynilikdir. Bunlar sinonim yox, antonimlərdir. Guilt, knowledge. Yəni, bunlar da guilt, günah mənasında, knowledge, bilik mənasında səhvdir. Opportunity, chance, imkan mənasındadır ki, bu da düzgündür. Hospitality, rudeness, qonaqpərvərlik və kobudluq, bunlar da heç uyğun gəlmir. Elə cavabımız olacaq 1 və 4. Və sonuncu mövzumuz isə writing-ə aiddir. Biz burada 3 şəkil haqqında birləşdirərək 35 sözə yaxın, 35 söz, sözlük bir essay, yəni writing yazmalıyıq. İlk öncə başlamalıyıq birinci şəkildən. İkinci şəkil 10 ardıdır və sonda da üçüncü şəkildir. Demək, ilk öncə birinci şəkil haqqında burada biz nə görürük? Hava yağıntılıdır, qar yağır, soyuqdur. Belə qeyd edə bilərik. It is a cold winter day. Snow is falling. Yəni soyuq bir qış günüdür. Qar yağır, snow is falling. Mary, yəni qızın adını qoyaq ki, Mary looks out of the window and sees a bird. Qız, yəni pəncərədən baxanda bir quş görür. Mary looks out of the window and sees a bird. She calls her father. O atasını çağırır. Və o quşa görə pis olur. Yəni çöldə, havada, çöldə olduğuna görə, yəni pis olduğuna görə pis olur. Yəni ona görə deyək, she feels sorry for the bird and decides to make a nest for it. Yəni o quşa görə pis olur və ona yuva qurmağa qərar verir. İkinci şəkildə baxırıq ki, ata və qız quş üçün yuva düzəldirlər və onu rəhləyirlər. Belə qeyd edə bilərik ki, she and her father prepared the nest together. O və onun atası birlikdə yuva hazırlayırlar. After that, yəni bundan sonra they painted red. Onlar bunu qırmızı rəngdə rəngləyirlər. Və keçid edək üçüncü şəkil haqqında da deyə bilərik ki, burada görürük ki, həmin yuvanı onlar həyətdə yerləşdirirlər və bunu da belə qeyd edə bilərik ki, then they take it outside to the yard. Yəni bu formada bunları, yəni bu writing-də yaza bilərik. Yəni 35 söz çərçivəsində biz bir writing-i qeyd etməlisiniz. Bu qədər bugünlük sınavın izahını verdim. Hələlik.